Hər kəsə salam dostlar, əziz izləyicilər. Bu günlərim sizə 2026 model sualların izahını təqdim edəcəm. İzaha keçməmişdən qabaq fevral 1, mart 9 maratonumuz olacaq. Bu maratonda hər gün dərs, hər gün 21:30-da dərsdə olacağıq və sınaq izahlarımız filan filan olacaq. Gəlin ilk öncə başlayaq 7-ci sualdan. İlk öncə 7-ci suala fikir versək, bilməliyik ki, have beta və Woodrow yeni qaydalardır. Yeni qaydalar düşəcək. Bunlardan sonra yoldaşlar gəlməlidir to gəlməz. Yəni feilin birinci, tusuz məstər gələr. Görürəm ki, burada tusuz məstərdir, biri götürürəm. 2-də görürəm ki, to var. 2-ni çıxıram. 3-də görürəm ki, ing var. 3-ü çıxıram. Cavabı götürürəm 1 və 4. Yəni C variantı. 7-ci sual getdi. Baxıram 8-ə. 8-də uşaqlar. Burada decided-dən sonra da nöqtələr var. Hə. Decided özündən sonra tələb eləyir to. To tələb elədiyinə görə B, C, Y variantları gedəcək. İkinci tərəfdə isə enjoy var. Enjoy-dan sonra isə, yəni əzbərləmək lazımdır bunları. Gəlməlidir nə? Gerund. Yoldaşlar, əgər burada and varsa, biz bilmək lazımdır ki, əgər bu tərəfə, birinci tərəfə enjoy gerund eləyirsə, ikinci tərəfdə gerund eləyəcək. Ona görə A variantda getdi, qalacaq D variantı. 9. 9 da maraqlı sualdır, yeni tip sualdır. Bilmək lazımdır cümlə quruluşunu. Cümlə quruluşu necə olur? Mübtəda, xəbər və tamamlıq. Ona görə did ay gəlməz. Çünki xəbər gələndə sual cümləsi yaradır. Bu nə yaradır? Sual cümləsi. 2-ni çıxaq. Uşaqlar, said-dən sonra biz bilmək lazımdır ki, said-lə telin əsas fərqində demişdik ki, said-dən sonra obyekt gəlməz. Obyekt gəlməyə 3-də getdi. Cavabımız olacaq 1, 4 və 5. C variantı. Güman edirəm bu sualı da başa düşdünüz. Baxaq ona. Onda 2 dənə mənim açar sözüm var. Bir yet, bir də for today's. Baxın, ikinci tərəfə mən qoymalıyam. İndiki bitmiş zaman və bunu mən inkarda qoymalıyam. Arkadaşlar, baxaq, A getdi, burada təsdiq olduğuna görə didn't have olmaz. Çünki participle to-da, yəni bitmiş zamanda have-dən sonra P2 gəldiyinə görə bunun sual inkarı ilə have və yaxud da has-lə düzəlir. Ona görə Y variantı da getdi. Have sadə feildir, have had. Buzlaşmaya baxaq. Have indiki zamandadır, had keçmiş zamandadır. D variantı getdi. Burada for today's var. For today's də məndən bitmiş zaman tələb edir. Buradakı have əsas feildir və necə desək, indiki sadə zamandadır. C-də getdi, cavabımız olacaq B. Aha, 11-ci sual. Bu da maraqlı bir sualdır. Ümumiyyətlə sualları bunu tikib bura da rahat görək. Uşaqlar, ilk öncə görürəm ki, əgər apostrof S-dən sonra not istədiyi gəlirsə, not istədiyi nəyə artırılır? Köməkçi feilə. Ya is-dir, ya da bu has-dir. Yaxşı, 3-ü çıxdıq. 4-ə baxıram. The runners. The runners sözü cəmdir. Ona görə onun əvəz edicisi də cəm olmalıdır. Görün, bax, burada runners sözünü əvəz edəndə his var. His onun əvəz edicisi deyil. Burada onun əvəz edicisi olmalıdır their. Ona görə 4-də səhvdir. Cavabımız əslində olacaq burada 1, 2 və 5.
E variantı. Bu da belə getdi. 12. Aha. Biraz indi qəribə düşüb. Amma baxaq. 12-də bu bilirik ki, mübtəda xəbər uzlaşmasıdır. Və biz hər zaman indən əvvələ baxırıq. Yəni qayda odur ki, söz önüdən əvvəlki suala bax, əvvəlki sözə baxmalıyıq. Deməli, əvvəlki söz schools cəmdədir. Onun üçün text gedər. Take, to-ku götürərik. Çünki bunlar indi bura 1, 2, 3 kimi dəyərləndirsək, 4, 5, 6 kimi dəyərləndirsək, 2, 3 götürürük. Has təkdir, 4-ü çıxırıq. 1 ilə 4-ü çıxanda aha, have cəmdir. Will da həm təkdir, həm də cəmdir. Yəni hər ikisindən işlənir. 2, 3, 5, 6 o da B variantında özünü göstərmişdir. Güman edirəm bu sual da aydındır. Aha. 13-cü sual. 13-cü sual maraqlıdır. Glue yapışqandır və nədə işlənir? Sayılmayan isimdir. Firmly-də nədir? Zərf. Zərf olduğuna görə enough variantını çıxırıq. Çünki enough bizim bir dənə frazamız var ki, necə idi o fraza? Enough money, big enough. Yəni enough isimdən əvvəl sifət zərfdən sonra gəlir. Ona görə D variantı gedəcək. Əsas məsələ. Sonra deyir ki, biz çox yapışqan tökdük. Ona görə o daha sıxdır, bərkdir, daha çox. Onun üçün cavab olacaq A. Bu da belə getdi uşaqlar. Baxaq 14-də. 14 lexical testə aiddir. I am not taking opportunity to study abroad when I had the chance. It could have changed my life. Deyir, mən xaricdə təhsil şansımı itirdim, götürmədim. Mən burada nəyəm? Peşman, regret. Ignore görməzdən gəlməkdir. Forget unutmaqdır. Deni sözü tam yazımda deyil. Reject imtina etməkdir. Cavab onun üçün olacaq peşman olmaq. B variantı oldu. Bu da belə. 15. Aha. Interrogative sentence sualdır. Və uşaqların həqiqətən də əziyyət çəkdiyi sual tipidir. Uşaqlar, burada biz 2 dənə düsturdan istifadə edirik. Bir xüsusi sual sözü, köməkçi feil, üstəgəl mübtəda, üstəgəl əsas feil. Bir digəri isə xüsusi sual sözü, üstəgəl əsas feil. Bu ikinci düstura aid olan bir who'dur. Bir də nədir? What. Bunu görək, burada bizə kömək olacaq, olmayacaq və s. Had she a strong. Baxın, bunun normal versiyası belə olur da. She had a strong. Baxın, bir qayda bilmək lazımdır ki, had-dən sonra to hissəci və isim gələrsə, bunun köməkçi feili, bax burada dediyimiz köməkçi feil anlayışı did olmalıdır. Onun üçün bir səhvdir. What did she have a strong? Bax görürsünüz burada did var. Onun üçün 2 düzdür. What she has had. Deyirsən müəllim, bəs burada niyə has haddir? Qardaş, has, had nədir? Bu had P2-dir. Deməli, mən burada bitmiş zaman var. Hər 2, 3-ü də götürərəm. Since when does she have had a strong internet issues? She has had. Baxın, həsəd gəlir. Bax, burada görün, nədir var? Burada əgər have varsa, baxın, burada deməli, P2 gələndə bunun sual inkarı ilə have-lə, has-lə düzəlir. Burada artıq have varsa, daza ehtiyacı yoxdur, axı 4 səhvdir. Burada isə has-ın 2 olacaq. Nəyə görə? Çünki has had P2 gəlir.
Y variantı doğru cavabımız olacaq. Aha, keçirik 16-ya. 16-da airport was not fair. Burada olur əlavə. Çünki sayılır da. To city a city center. Çünki city center bir birləşmədir və birləşmə olduğuna görə biz və yaxud da ən artiklı verəcəyik. Burada artıq bizə məlum elədi ki, onun üçün qabağa z artiklı veririk. Burada olur z, n, e. Yəni, belə bir cavab varmı? Bəli. Burada verdik e artiklı, z, n, e. C variantı da mənim olduğu cavabım. Bunu belə eləyirəm ki, inşallah bilən PDF-i paylaşılıb artıq, amma belə bu şəkildə elədim ki, daha suallara aydın görək, daha rahat görək. Nəysə. Deməli, was interest. Burada görürəm ki, bu dəqiq wasdur. Bircə saniyə. Deməli, testdə başqa şey idi. Ona dəqiq baxım. Burada was idi, yoxsa bu. Hə, was interest movie tickets. Hə, aha. Düzülmüş. Aha, ikinci tərəfə baxırıq. Burada neither of z var. İlk öncə neither of həmçinin buna oxşuyur each of. İndi burada yoxdur, düzdür. Bunlardan sonra cəm söz gələr. Amma xəbər təkdə olar. Onun üçün 5-i çıxarıq. Sonra neither də özü tək xəbərini uzlaşır. 4-ü də çıxarıq. Everybody bilirik ki, törəmələr. İndi bax, indi burada törəmələr tək xəbərlə uzlaşır, bilirəm. Amma gəlin törəmələrlə bağlı digər qaydalardır deyək. Törəmədən sonra of gəlməz. Törəmədən sonra isim gəlməz. Yəni bunları da bir yadımıza salaq. Yaxşı. Biri götürürəm. All, most of z-dən də sonra tək xəbərlə uzlaşmalıdır. İkini çıxıram. 1-3. D variantını götürmüş oluram. Güman edirəm ki, izah eləyə bildim. Rahat sual idi. 18-də baxaq. Ay uşaqlar, ilk öncə mən burada kör fastlığını çıxıram. Çünki fast, longdur, bu tip sözlər həm sifət, həm zərf olur. Yəni ona görə fast deyə bir şey yox. Burada more-la fast sözünü çıxıram. Çünki bunlar da ikisi bir yerdə işlənməz. Bu da verir. Özündən sonra isim varsa, deməli biz ismi təyin edəcəyik. İsmi nə təyin edir? Sifət. Onun üçün highly variantlarında çıxıram. Cavabımız olacaq A variantı. Baxaq 19-a. Why didn't they look for passive voice sualıdır. Bu suallarda birinci, bax bu xüsusi sual sözünü saxlayırıq. Burada did varsa ya was işlədəcək ya were. Burada the solution sözü mənim mübtədam olduğuna görə, yəni tamamlıq vəzifəsində mübtəda edəcəyimə görə was olur. Were çıxsın. Birbaşa mübtəda. Bax date 1. Birbaşa mübtəda gəlməz. Ona görə D variantı getdi. Birbaşa mübtəda gəlməz. Y variantı. Hətta burada police sözü də bizim işlətdiyimiz bax bu mübtədadır. Yəni hər cürə ikisində də çıxır cavab. Burada uşaqlar being var. Being harda olurdu? Being bilirik ki, bitmiş, daha doğrusu davam edici zamanda olurdu. C-də getdi, cavabımız olacaq B variantı. Bu da belə. Deyir, yorğun idi. She managed finish deyir, amma deadline-dan əvvəl bitirdi layihəni. Deyir, yorğun olmağına baxmayaraq. Ona görə olacaq cavab even though.
Bu sual biraz tez izah olundu, çünki tərcümə idi. 21-ə baxaq. Burada qayda olaraq sadəcə deyə bilərik ki, despite-dan sonra of işlənməz yeyəcəkdir. Uşaqlar, elə burada görmüşkən, mən because of-un fərqinə bir baxaq. Yəni, yadımıza düşün. Uşaqlar, tərcümə olaraq hər ikisi eyni. Qayda olaraq because of-dan sonra cümlə gələr. Because-dan sonra cümlə gələr. Because of-dan sonra isə söz ya da söz birləşməsi gələr. Yəni, bunu da bilək. Burada all the cooking shows var. Cümlədir, dedəcəkdir. Yaxşı. Deyir, mən baxıram bu yemi, amma hələ də pis pişirirəm. Amma baxmayaraq ki, onun üçün in spite of doğru variant olacaq. Aha. Burada isə nədir? Cümlə qurmaq sualıdır. Enough var və busy var. Bilmək lazımdır ki, 7-dən sonra 2 gəlir. Deyim, belə bir şey olacaq. O da nə? Olacaq ilk öncə nə ilə başlayaq? She həm 4-də var, həm 8-də var. Hələ bilmədim. She is swap'da unutmayaq. Mübtada xəbər, tamamlıq, yer, vaxt. She is, bunu da elə yerdən yazdım ki, she is 3-ləri çıxdıq, 5-ləri çıxdıq, 7-ni çıxdıq. She is busy. Hə, ondan sonra da 7 enough gəlir. C variantı doğru variantımız olacaq. Yəni belə bu sadə suallarla. Aha, uşaqlar. İndi gəlin mətnimizin tərcüməsinə baxaq. Görək nələr var, nələr yox. Deyir, on the highway between Baku and Quba in Azerbaijan, a series red and white striped mountains appear. These colorful mountains are part of Greater Caucasus. The color of the rocks is a product, the area unique geology, and the Candy Cane Mountains are made of shale, a type of sedimentary rock formed millions of years ago, create different colors such as red and gray. Deyir, Azərbaycan Bakı ilə Quba şəhərləri arasında avtomobil yolunda qırmızı və ağ zolaqlardan ibarət bir sıra dağlar görünür. Bu rəngarəng dağlar Böyük Qafqaz dağlar silsiləsinin hissəsidir və səyahətçilər tərəfindən Candy Cane dağları və yaxud da Göy qurşağı dağları adlanırlar. Bu biraz azdır. Az olduğuna görə buradan oxuyaq. Sualları yenidən oradan baxarıq. The color of the rocks is a product area unique geology. The Candy Cane Mountains made of shale type of the sedimentary rock which is made yəqin ki many layers placed top of each other a long time ago before rocks were formed. Environment changed many times. They caused the minerals in the soil to be different each layer falan belə yaza bilər. Deyir, bu qayaların rəngi özünə məxsus geoloji quruluşun nəticəsidir. Candy Cane dağları milyonlarla il əvvəl formalaşmış çöküntü süxuru bir şistdən ibarətdir. Zaman keçdikcə çoxlu nazik laylar bir-birinin üzərinə yığılmışdır. Torpaqlar dəmir materialları oksigenlə reaksiyaya girdikdə qırmızı, girmədikdə isə boz kimi müxtəlif rənglər əmələ gətirirlər. And as a shell came in contact with water layers that contained iron turned red, while layers with iron remained and gray. Bunlar dedik. Yox deməmişik. Over time, tectonic movement of the earth
Rain and wind removed soil made rock layers visible. The layers help scientists understand the history of the Earth. Also, the mountains contains fossils exist sea craters that lived a million of years. If you wish, can you get amazing mountains by car or join tour? It's a free visit. Deyir, nəticə etibarilə tərkibində dəmir olan vulkanik laylar qırmızı rəng, dəmir olmayan laylar isə ağ və boz rənglərdə qalmışdır. Zamanla yer kürəsində baş verən tektonik hərəkətlər bu layları qaldırıb bükmüş və qayaların lay-lay quruluşunu üzəri çıxartmışdır. Bu dağlar milyonlarla il əvvəl yaşamış, artıq mövcud olmayan dəniz canlılarına aid fosillər mövcuddur. İstəsəniz bu heyrətamiz dağlara avtomobillə gedib bir tur qrupuna qoşula bilərsiniz. Bu həqiqətən unikal bir təbiət mənzərəsidir. Görək uşaqlar, mətn nə haqqındadır? Mətn gördüyümüz kimi nədən danışırdı? Mətndə bizə bu tektonik dağlardan və s. ilaxır. Bunlardan danışırdı. Yəni Azərbaycanın möcüzələri. Baxın, problem burada möcüzəsi yazsaydı düzdür. Burada bir dənə S olmasaydı bu düz idi bu cavab. Amma deyir möcüzələri. Burada çox möcüzədən danışmadı ki. Deyir unusual natural place in Azərbaycan. Qeyri-adi təbiət məkanından. Bəli, cavab olacaq B. Deyir the area common geology. Ərazinin ümumi geologiyasından danışdı, amma bir hissəsində. Sonra isə onun içinə tərkibindən danışdı və s. Tectonic movement of the earth, yəni yer kürəsinin tektonik hərəkətindən nə dəxli? The fossils Candy Cane Mountains, Candy Cane dağlarında olan fosillərin. Düzdür, fosillərdən danışdı, amma onun geologiyasından da danışdıq. Yəni ümumilikdə çox şeydən danışılır. Cavab olacaq B. Baxaq 23-ə. Deyir choose a false. Bax bizdən görürsünüz nə istəyir? Bizdən false, səhv cavab istəyir. Deyir hər kəs Candy Cane'ları ödəniş etmədən ziyarət edə bilər. Bəli. Deyir, maşınla gedirsən, ödəniş eləmədən ziyarət edir. Tektonik laylar tədqiqatçılara yer kütləsinin keçmişini öyrənməyə imkan verir. Bəli, bəli. Bu tarixidir da, historical. The peaks are called Candy Cane Mountains because they look like classic Christmas candy. Bəli, elə birinci cədvəl yazılmışdır ki, o klassikə oxşuyur. Deyir, bu dağlarda fosillər ölmüş dənə deyir, minillərlə əvvəl olmuş fosil canlılarından aid. Deyir, over time, natural forms remove the color or made different rock layers clearly visible. Deyir, zamanla təbii qüvvələr rəngi aradan qaldırır, müxtəlif qaya aydın göstərir. Yox, orada tektonik hərəkətlərlə rəngləri qaldırmıyor, layları qaldırır. Y variantı. Normal sualdır. There many years ago changed nature led to before formation the rocks. Deyir, bir çox illər əvvəl təbiətdə baş verən dəyişikliklər nöqtə-nöqtə səbəb oldu layları formalaşmazdan əvvəl. Nələrə səbəb oldu? Baxaq. Deyir, ərazidə qayaların dağılmasına. Yox, qayalar dağılmadı. Daha da qayalar üzə çıxdı, laylar qayalar. Mineral layların dəyişməz qalmasını. Dəyişməz qalmadılar axı, onlar illər keçdikcə deyir, no change. Bax, əgər no change sözü ümumiyyətlə əzəldən yanlış bilməsə, deyir, soil minerals, deyir, torpaq minerals heç bir dəyişiklik olmamasına, yox. Mineralların fərqli yaranmasına. Aha, baxın, bax, bu Y variantı doğrudur. Deyir, what happened when water touched the rock? Deyir ki, qaya su toxunduqda nə deyir? Qaya su toxunduqda red çevrilirdi, amma qaya olmayanda white and gray belə olurdu deyirdi. Baxırsan deyir some layers red bir düzdür. 3 deyir white and gray layers no iron, yəni keçməyəndə 1 və 3, o da C variantıdır. Aha. Bizdən paragraf 3-də stay sözünü istəyir. Paragraf 3 burada olacaq indi inşallah. Hə. Paragraf 3-də stay sözünü istəyir, o da remind sözüdür. Amma bir məsələ var. Görün bizdən nətər istəyir. To stay. Sən də bunu da remind yazıb kör eləmə. Yaz belə. To remain bu şəkildə yaz ki, tam balı götürəsən.
28-də görək nə deyir? 28-də deyir ki, xüsusilə kənd ərazilərində geniş bir əraziyə baxdıqda gördüyün hər şey. Uşaqlar, bu mənzərə sözünün definitionudur. Mənzərə sözü də, baxın, göstərmək istəyirəm birinci, landscape. Landscape sözü mənzərədir. Burada olacaq 28-ci sualda, bəlkə kimsə yoxlamaq istəyir, yazaq bura. Landscape. Hə, biz indi dəyişmək istəyir. Görək nələr dəyişəcək. Deməli, one highway between Quba, a series of, baxın, bunlar silək, bu sarıladığımız yerləri. There remains a series of buradır. Series appears suddenly for surrounding landscape. Aha. Deməli, buranı gördük. Gəlin dəyişək bir-bir. Bəlkə o bir yerdə dəyişək. Bax, məsələn, a series, bax, buradan qıraqdan yazıram. A group olaraq dəyişə bilərik. Bu 1. 2. Appear sözünü can be seen deyə dəyişə bilərik. Və yaxud da are visible deyə dəyişə bilərik. 3. Red and bu striped sözünü əvəz edə bilərik nə ilə? Red and colored. Əvəz edə bilərik. Bu şəkildə 3 dənə sözü rahat şəkildə dəyişə bilərik arkadaşlar. Deməli, burada nəyi dəyişdik? Burada indi cümləni ümumilikdə belə düzəldək istəyirsiniz. A group of mountains striped red and is visible. Yəni gördüyünüz nələr dəyişdik. Uşaqlar, 30-cu sual isə gördüyünüz kimi deyir, hansı təbii yerləri Azərbaycanda görmək xoşlayırdım və ziyarət etmək istəyirdim. Niyə? Bunu da mən istəyirəm, gözləyirəm sizdən şərhlər hissəsində yazsaz, mən onları yoxlayıb sizə cavabı deyərəm. Yəni bunu artıq mənim öz şəxsi təxəyyülümdür, çox yazmağa ehtiyac yoxdur. Uşaqlar, dinlədiyiniz üçün təşəkkürlər. İnşallah sizin üçün maraqlı bir video olar. Sağ olun, salamat qalın.